Kamil Nəcəfov Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elm işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, Gədəbəy Xarxar Arxeologiya Ekspedisiyasının rəhbəri. Gördüyümüz bu ərazi Gədəbəy rayonunun Xarxar kəndidir. Üzərində dayandığımız nekropol isə Alban dövrünə aid nekropoldur. Ərazidə Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu ilə Azərbaycan International Mining Company şirkəti arasında bağlanmış müqaviləyə əsasən arxeoloji xilasetmə işlərinin aparılması planlaşdırılır. Arxeoloji xilasetmə işləri təxminən ortalama 4 ay müddətinə həyata keçiriləcəkdir. Bu müddətdə gördüyümüz nekropol sahəsinin qazıntısı, elmi tədqiqat işləri və sonda isə bu ərazinin köçürülməsi planlaşdırılır. Üzərində dayandığımız antik dövr nekropolun təxminən ilkin ehtimallara və ilkin fikirlərə əsasən xristianlığa qədərki dövrü və erkən xristianlıq dövrünü əks etdirir. Əksər qəbirlərin üzərində müxtəlif işarələr, xas işarələrinə rast gəlinir. Bu xasdaşlar Azərbaycanın bir çox bölgələrində də rast gəlinir. Ərazi təxminən yarım hektara yaxın bir sahəni əhatə edir və ilkin hesablamalarımıza əsasən ərazidə 120-130 qəbir abidəsinin mövcudluğu görünür. Bir çox qəbirlər yalnız sinə daşları ilə müşahidə olunurlar. Bəzi qəbirlər isə dişinə basdırılmış baş daşları ilə də müşahidə olunurlar. Baş daşları qeydə alınan qəbirlərin üzərində Alban xaçları həkk olunmuşdur. Bu xaçlar əsasən qazıma və döymə üsulu ilə həkk olunmuşlar. Çox primitiv olsalar da erkən xristianlıq dövrünün simvollarını tədqiq etməkdə, öyrənməkdə kifayət qədər məlumat əldə etməyə imkan verirlər. Ərazidə aparılacaq arxeoloji qazıntılar zamanı əldə edilən maddi mədəniyyət nümunələri Milli Elmlər Akademiyasının Arxeologiya Antropologiya İnstitutunun elmi fonduna təhvil veriləcəkdir və razılaşmış qaydada müqaviləyə əsasən yekun elmi hesabat həm şirkətə, həm də Elmlər Akademiyasının Arxeoloji fonduna, elmi arxivə təqdim ediləcəkdir. Gözləntilərimiz çoxdur. Şübhəsiz ki, ərazidə xristianlığa qədərki Alban qəbirlərindən zəngin maddi mədəniyyət nümunələrinin aşkar edilməsi gözlənilir. Erkən xristianlıq dövründə salınmış qəbirlərdə isə dəfn adətinin öyrənilməsi, eyni zamanda əldə edilən sümük materialları əsasında, insan skeletləri əsasında antropoloji təhlillərin aparılması planlaşdırılır, antropoloji tipin müəyyən edilməsi planlaşdırılır. Bu baxımdan məhz bu ərazidə aparılan arxeoloji qazıntılar mühüm elmi əhəmiyyət kəsb edir. Abidənin gələcəkdə ayrılmış müəyyən bir sahəyə köçürülməsi və təkrar dəfnlərin aparılması da planlaşdırılır.